Uşaqlar, dərs 23-ə baxırıq. Dərs 23-dən sonra artıq... Yox, üzr istəyirəm, dərs 23-ə baxırıq. Hərəkət, oxşarlıq, simmetriya. 23-dən sonra artıq vektorlara baxacağıq. Vektorlarda, yəni, çətin dərs deyil. Oxusaq riyaziyyatın hissələrindən dərs asandır. Sadəcə, yaxşı oxumuruq deyənə, bir mövzuda artıq boşluğumuz yaranır deyənə, riyaziyyatın bütün bir hissəsi bizə nə gəlir? Çətin gəlir. Çəkməyə paylaşmağa davam edirəm. Hərəkət oxşarlıq simmetriya dərsimiz çətin bir dərs deyil, asan bir dərsdir. Sadə şəkildə izah eləməyə çalışacağam sizlər üçün. Videoları paylaşıb kanala abunə olub, ən əsası bildirimlər açıb videoları izləməliyik. Abunə sayı özü yavaş-yavaş artan bir şeydir, amma izlənmə sayı aşağıdır. Videoları izləməyəndən sonra bəzən motivasiyadan falan düşürəm. Videoların hamısını izləyin. Ara çətinlik deyil. Hansı mövzu çətinlik çəkirsə, keçin oradan kanaldan izləyin. Kanalı böyütməyə də davam edəcəm olsa. Sonrasında vaxt diləcək canlı yayınlar falan da açacağam. İnşallah ki, yaxşı olar. Deməli, uzatmayaq. Danışırıq hərəkət oxşarlıq simmetriyadan. Hərəkət dediyimiz şey nədir? Müstəvi üzərində istənilən iki nöqtə arasındakı məsafəni saxlayan çevrilmə. Çevrilmə dediyimiz şey də formasını dəyişməkdir. Məsələn, düzbucaqlıdır, ABC-dir düzbucaqlısı. Bunu nə edib? 90 dərəcə döndərib. Hərəkət elətdirir və hərəkət elətdirmə nəticəsində A nöqtəsi A1 nöqtəsinə keçib, B nöqtəsi B1 nöqtəsinə keçib, C nöqtəsi C1-ə, D nöqtəsi də D1-ə keçib. Parçalarımız da AB, A1, B1 olub, BC, B1, C1 olub. Yəni, sadə bir şeydir, biləcəyimiz bir şeydir. Xassə deyirik ki, hərəkət zamanı nöqtə-nöqtəyə, düz xəttdə parça-parçaya, şüa-şüaya çevrilir və yarım düz xəttlər arasındakı bucaq dəyişmir. Yəni, dəyişən sadəcə formadır. Nə uzunluq, nə başqa bir şey, bucaq heç nə dəyişmir. Homotetiya nədir? Homotetiya oxşarlıqdır. Homotetiya dediyimiz şey burada qeyd olunub, o homotetiya mərkəzidir. A1, B1, C1 və üçbucaq A2, B2, A1, A1, B1, C1, A2, B2, C2 homotetik fiqurlardır. Homotetiya oxşarlıq çevrilməsidir. Burada da K homotetiya misalıdır. Yəni, oxşarlığa girişdir. K bərabərdir. Yəni, bu fiqura nisbəti bizdə nəyə bərabərdir? Oxşarlıq əmsalına bərabərdir. Tərəflərin nisbəti daha doğrusu. İndi danışacağıq, daha yaxşı aydın başa düşərsiniz. Fiquranın oxşarlığı da burada verilib. Nəzəri suallar. Nəzəri daha doğrusu şeylər. Qaydalar. Fiquranın çevrilməsində nöqtələr arasındakı məsafələr eyni dəfə dəyişirsə, bu çevrilməyə oxşarlıq çevrilməsi deyilir. Eyni dəfə dəyişirsə. Deməli, oxşarlıq çevrilməsi hər zaman fiqurun hər hansı iki nöqtə arasındakı məsafə K dəfə artır, azalır. Bildiyimiz şeylərdir. Oxşarlıq çevrilməsi düz xətləri düz xətlərə, yarım düz xətləri yarım düz xətlərə, parçaları, müstəviləri çevirir. Yuxarıda bunu bildirdik. Oxşarlıq çevrilməsi zamanı yarım düz xətlər arasında bucaq dəyişmir. Bir sözlə, oxşar çoxbucaqlarda uyğun bucaqlar bərabər, uyğun tərəflər mütənasibdir. Bizim burada biləcəyimiz ən qayda, vacib qayda budur. Oxşar çoxbucaqlarda uyğun bucaqlarımız bərabər, uyğun tərəflərimiz mütənasibdir və bu mütənasib dediyimiz hissədə artıq bizdə K misalı ortaya gəlir. Məsələn, oxşar bucaqların uyğun ölçüləri, tərəfləri, hündürlükləri, medianları, təmbirləri, parametrləri və s. nisbəti bərabərdir. Və bu bunu deyir ki, baxın, qeyd edib, K bərabər. K burada bizdə oxşarlıq əmsalıdır. Yuxarıda da dedik ki, oxşar çoxbucaqlarda uyğun bucaqlarımız bərabər, uyğun tərəflərimizin nədir? Mütənasibdir. Mütənasib dediyimiz şey də nədir? Onların nisbəti müəyyən bir K sabit ədədinə bərabərdir. Qeyd olunub burada ki, K bərabərdir nəyə? A1 bölünsün A2-yə, H1 bölünsün H2-yə, M1 bölünsün M2-yə, L1 L2-yə, P1 B2-yə, R1 R2-yə. Yəni bu xarici çəkimi çevirən radiusunun birincinin ikinciyə nisbəti, daxil çəkilmişin birincinin ikinciyə nisbəti. Ümumi bu nisbətlərimiz nəyə bərabərdir? K-yə bərabərdir. Amma nədir? Bu üçbucaqlar oxşardır. Yəni bunların bucaqları bərabərdir. İndi oxşarlığın 3 dənə şərti var. Onlar haqqında aşağıda danışacağıq. Bunlar nədir? Bucaqlarımız bərabərdir. Tərəflərimiz nədir? Mütənasibdir. Oxşar fiqurların sahələr nisbəti bir dənə burada fərqli olan budur ki, K kvadratına bərabərdir. Oxşar fiqurların həcmlərin nisbəti K kubuna bərabərdir. Üçbucağın oxşarlıq əlamətləri. Danışaq. 3 dənə əlamətimiz var. Yəqin ki, bilərsiniz. TBT qeyd olunur. Baxın, indi birincə. Bir üçbucağın uç tərəfinin, o bir üçbucağın uyğun olan uç tərəfinin nisbəti bərabərsə, bu üçbucaqlar oxşardır. Buna biz TTT deyirik. Tərəf münasibəti. Yəni, adından da bilindiyi kimi, üçbucağın
tərəfləri uyğun olaraq üç tərəfin nisbəti digər üç buzağın üç tərəfin nisbətinə bərabərsə bunlar oxşardır. Bunun da isbatıdır. Bir üç buzağın iki tərəfinin o biri üç buzağın uyğun olaraq iki tərəfinə nisbəti və tərəflər arasındakı buzaqlar bərabərsə bu üç buzaqlar oxşardır. Alfanı verib qarşımıza oxşarlıqda çox çıxacaq. Yəni 2 dənə bucağı bərabər olan buzaq verəcək, amma tərəflərin uzunluqları falan fərqli olacaq. Artıq biz burada nə edirik? Oxşarlığı tətbiq etməklə tərəfi tapırıq daha doğrusu. Bizə məchul bir tərəf veriləcək. Tərəfi X-lə, Y-lə, A-la, B-lə nə nəsə işarə edəcək, deyəcək onu tapın. Biz orada oxşarlığı tətbiq edib onu tapmalıyıq. Yəni bu əlamət, bu TTT əlaməti oldu. Amma burada arasında bucaq var. Tərəf əlaməti deyirik biz buna. Yəni TBT. Qeyd edelim burada TBT əlaməti, tərəf bucaq tərəf. Yəni iki tərəf və onlar arasında bucaq, digər bucağın uyğun bucaqları bərabərdirsə, onların tərəf nisbətləri bərabərdir. Qeyd olunub burada nədir? Bərabərdir. Daha sonra bir bucağın iki bucağı o biri bucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar oxşardır. Yəni biz buna bucaq tərəf bucaq əlaməti deyirik. İki bucaq və o bucaqların dayandığı tərəf. Gördüyünüz kimi qeyd olunub A bərabərdir A1-ə, B bərabərdir B1-ə. Üç bucaqlarımızda da oxşardır və oxşarlıq əlaməti nədir? Bu dalğalı. Gördüyünüz bu işarə də oxşarlığı təmsil edir. Oxşarlığın bəzi məsələləri də tətbiq. Gəldik əsas yerə, bilməli olacağımız yerə. Baxaq. Baxın, birinci əlamətimizi demişdik. Əlamətimiz burada nə edir? Daha doğrusu ikinci əlamətimiz. İki dənə bucağı var. Bu bucaq böyük bucağın ilə bucaqlarda bərabərdir. Oxşarlığımız necə olacaq? BN bu üç bucağın tərəfinin böyük bucağın tərəfinə BC nisbəti bərabərdir. Bu tərəfin BM-in, baxın işarə edeyim daha yaxşı düşün. BM-in böyük bucağın tərəfinə AB-yə nisbəti, yəni BA-yə nisbəti bərabərdir M-nin oturacağın böyük bucağın oturacağına nisbəti. Bunu daha belə yaxşı yadda saxlamaq istəyirsə, daha yaxşı tətbiq etmək istəyirsə, mən tövsiyə edirəm ki, bu üç bucağı, kiçik bucağı böyük bucağın daxilindən çıxardıb bir kənara çəkin. Böyük bucağı belə bir dənə çəkin. Bucaqları bərabər götürün. Yəni burada bizə əsas olan nədir? Bucaqların bərabər olmalıdır. Yəni bu bizim belə pisdə çıxsa deyəcəm, gözümüzə soxur ki, yəni burada mən vermişəm sənə. Bu bucaqlar bərabərdir. Artıq sən nə etməlisən? Oxşarlığı tətbiq edib tərəfləri tapmalısan. Daha sonra yenə bu suallarda qarşınıza çox çıxacaq. Topluda falan, güvəndə qarşınıza çıxacaq. Deyir BDY BCA-ya bərabərdir. BDY BCA-ya bərabərdir. Bucaq BDY BAC-yə bərabərdir. Bunu səhv yazıb burada. BAC-yə bərabərdir. Yəni deyir ki, alfa alfaya bərabərdir, beta betaya bərabərdir. Yenə eyni qaydada deyir ki, yəni bucaqlar oxşardır. Onda deyir ki, BY-nin BA-ya nisbəti, BA-ya nisbəti, BY-nin BA-ya. Baxın, çaşmayın. BY-nin BA-ya nisbəti bərabərdir. Bunu tərsinə verir. Burada yenə BY-nin BC-yə nisbət olmalıdır. O da bərabər olmalıdır DB-nin BC-yə nisbətinə. Çünki yəni oxşarlıq verib, bucaqların bərabərliyini verib. Xüsusi bir hal da yoxdur. Yəni alfa alfa ilə üst-üstədir, beta beta ilə üst-üstədir. Yəni normal qaydada tərəflərimiz uyğundur da. BY-nin BC-yə nisbəti olacaq. Yəqin ki, səhv gedib tətbiqdə. DB-nin BA-yə nisbətlə bərabər olacaq. DY-nin də AC-yə nisbətlə. Baxın, DY ilə AC-nin nisbətini düz verib, amma digər tərəfləri tərsinə verir. Olsun, biz bildik. Biz bilirik, yazacağıq. Şəkildə M paraleldir AB-yə. Paralellik varsa oxşarlıqlarla danışa bildik. Unutmayın ki, paralellik də varsa, söhbət ilə nədən gedir? Oxşarlıqdan da gedir. Amma burada yenə bucaqların bərabərliyini verib, alfa alfaya bərabər, beta betaya bərabər. Baxın, burada amma yenə tərsinə də olsa, amma oxşarlığı düz verib. NY-nin AY-yə nisbəti. Burada çalışırsınızsa, bu üç bucağı götürün, kənara çəkin. Yəni, bunun yanına çəkək məsələn. Təsəvvür edin ki, bu üç bucağı buradan sildik, götürdük. Bunu tərsinə çevirib yazdıq. Yəni, hərəkət etdirdik. Yazdıq, Y təpə nöqtəsidir. M buradır, M buradır. Bura betadır, burada alfadır. Yəni, mən bunu götürdüm, çövürdüm. Əgər qarışdırırsınızsa, oxşarlığı tətbiq edə bilmirsə, bu şəkildə daha asan tətbiq edə bilərsiniz. Görürsünüz, beta ilə beta uyğundur. Üç bucaqlarımız yəni yanaşıdır. Super problemi yoxdur. AY-nin NY-nin AY-yə nisbəti verilib. Bərabərdir. MY-nin YB-yə nisbətinə. Görürsünüz, qeyd olunub. MM-in
n-in oturacağının AB-nin oturacağına nisbəti hamısı bərabər qeyd olunur. Bu sualda qarşınıza çıxa bilər. Mən bunu adətən ən çox güvəndə görmüşəm. Bunu da oxşarlıqla tapırıq, amma burada bizə hazır bir qayda verilir ki, deyir x-də 1 bərabərdir, y-də 1 üstəgəlsin z-də 1-ə. Hazır qaydadır. Tətbiq edərsiniz, taparsınız. Bir də bunun isbatı da verilmişdi. İsbatın çeyrəsini uzun çəkildi. Gələcək videolarda bunların hamısı haqqında danışacağıq. Şəkildə ABCDY trapesiyasıdır. Yəni trapesiyadır. MY AD-yə paralel olarsa, onda x nəyə bərabərdir? Burada m və n, bu tərəfdəki m-lərdir. Bura bir dənə m qoysaq, bura m qoyaq, bura n qoyaq. X bərabərdir nəyə? M vurulsun A-ya, üstəgəlsin M vurulsun B-yə, bölünsün M üstəgəlsin n-ə. Yadınızda da dursun bu qayda. Şəkildə deyir ki, paralel olarsa, fiqurların sahələri bərabər olarsa, kök altda 2, kök altda 3, 4-dür. Fiqurların sahələridir. A1 bölünsün BB1 bölünsün CC1 bərabərdir nəyə? 1 bölünsün kök altda 2 bölünsün kök altda 3 bölünsün kök altda 4. Bu gedir, neyinir, davam edir. Bunlar hamısı oxşarlıqdan çıxan, oxşarlıqdan yəni necə deyim, yaranan qaydalardır. Daha sonra şəkildə parçalar bərabər bölündüyünə alınmış fiqurların sayıları aşağıdakı kimidir. Nisbətimiz belədir. S-in 3-ə nisbəti 5-ə, 7-ə, 9-ə, bunlar hamısı nədən çıxır? K kvadratından çıxır. Yəni biz demişdik ki, məsələn, bura S-sə, bura bərabərdir, bura bir dənə K-dır, burada K-dır. Bu ümumi üçbucağımızdır bizdə. Baxın, burada hardan 3-ə oldu, onu izah edəcəm sizə. K kvadrat dedikdə üçbucağın sahələrinin nisbəti. Baxın, S-in ümumi üçbucağımızın sahəsi nədir? Lap ümumi üçbucağımızın sahəsini bilmirik. Bir dənə x deyək. Bura K-dır. Çünki tərəf bərabərdir. Ya K deməyə bura çaşarsınız. A deyək, tərəfimiz A-dır. Bu K bizdə sabit, oxşarlıq əmsal deyirik biz ona. A-nın, normal A-nın nədir bura? 2A-dır. 2A nisbəti. Bu ümumi bizdə K-dır. Bu nisbət. Bu nəyə bərabərdir? K-nın kvadratına. Bunlar getdi. Burada 2-dir. 4-də 1 elədi. X-imiz nəyə bərabər oldu? 4-ə bərabər oldu. Bu tapdığımız 4-əs, baxın, bu böyük üçbucağın sahəsidir. Bu 4-əsdən də bu balaca s çıxanda bura nə olacaq? 3s olacaq. Yəni bu hamısı oxşarlıqdan yaranıb, hazır şəkildə sizə verilib ki, neyniyəsiz, çaşmayasınız. Çünki bu sualdan da var topluda, səhv xatırlamıramsa, fiqurlar sahəsinin ən axırı bölmələrindədir. Trapesiyaların sahələrini tapmağı soruşur. Bu şəkildədir, yəni çaşmayın, tətbiq edib taparsınız. Fales teoremi var, bizim məşhur teoremlərimizdən. Deyir ki, D1, D2, D3 paralel olarsa xəttlərdir. Onları kəsən 2 dənə xətt verilib. Burada AB-nin DY-yə nisbəti bərabərdir BC-nin YF nisbətinə, o da bərabərdir ümumi AC-nin DF nisbətinə. Ki, məşhur teoremlərimizdən biridir. Bunu da mütləq, necə deyim, ya öyrənin, bilin. Bilsəz, həqiqətən deyirəm, yazmaq, tətbiq eləmək asan olacaq. Paralel köçürmə haqqında danışaq. Paralel köçürmə nədir? Tərif olaraq deyir ki, müstəvinin bütün nöqtələrin eyni istiqamətdə və məsafənin eyni saxlamaqla aparılan çevirməyə paralel köçürmə deyilir. Teorem, paralel köçürmə hərəkətdir. Yəni, biz koordinat müstəvisi haqqında danışmışdıq. Yəni, x-dir, y-dir. Burada qeyd olunur. Baxın, x, y. Bura nədir? Bizim birinci rübümüzdür. Bilirik ki, birinci rüb, ikinci rüb, üçüncü, dördüncü rüb olaraq sıralanır. Deyir ki, paralel köçürmə zamanı x, y nöqtəsi x1, y1 A1 nöqtəsinə keçir, x1, y1 onun koordinatları olaraq keçirsə, aşağıdakı düstur doğrudur. Yəni, x1 bərabərdir, x üstəgəlsin A-ya, y1 bərabərdir, y üstəgəlsin B-yə. Bu hərəkət zamanı qət elədiyi məsafədir, yəni bu A, baxın, bu məsafədir. Nöqtəmiz hara keçir, o nöqtədir. Burada AB paralel köçürmənin koordinatlarıdır. Görürsünüz, qeyd olunur. Misal deyir, paralel köçürmə zamanı 3, -2 nöqtəsi 0, -5 nöqtəsinə keçərsə, 4, 2 nöqtəsi hansı nöqtəyə keçər? Avtomatik olaraq bu qaydanı tətbiq edirik bura. Əgər 3 0-a keçirsə, yazırıq 0 bərabərdir 3 üstəgəlsin A-ya, qeyd edib. Tapıb ki, A -3-dür, B -3-dür. Təzədən bizdən 4-2-nin keçdiyi nöqtəni soruşur, hansı nöqtəyə keçir. Yazırıq ki, n bərabərdir 4 üstəgəlsin -3 bərabərdir 1, n bərabərdir -1-ə. Sadə qaydadır. Yəni, bunu bilib də tətbiq edə bilməmək, yaza bilməmək nədir, nə də? Qarşınıza çıxacaq, ağızda qalsın, yadınızda qalsın ki, bu şəkildə olur. Simmetriya, müstəvidə simmetriya. Burada mən bilmirəm, koordinat müstəvisini sığışdıra bilərəm, çəkə bilərəm, amma sizə nəzər olaraq deyəcəm. Yəni, və yaxud da koordinat müstəvisini bir açın, gözünüzü, hardansa açıb, oradan baxa-baxa şey deyin. Deyir ki, x, y nöqtəsi. Koordinat başlanğıcına nəzərən simmetrik olanda -x
y mənfi x mənfi y-ə keçir. X y hardadır? Birinci rübdə. Yəni qoy çəkimi burada. Birinci rübdür. Birinci rüb demişdik ki, nədir? Müsbətdir. Məsələn, nöqtəni götürürəm burada. Bu koordinat başlanğıcına nəzərən simmetrik hara gəlib düşəcək? Gəlib düşəcək 3-cü rübə. Ona deyir ki, 3-cü rübə 0-0 nəzərən simmetrik olanda koordinatları mənfi x mənfi y olacaq. X y absis oxuna nəzərən. Absis haradır? O x oxudur. Yəni o x oxuna nəzərən, yox, bu ordinat düzdür istəyirəm. Absis oxu x oxudur. X oxuna nəzərən simmetrik olanda gəlib hara düşəcək? 4-cü rübə düşəcək. 4-cü rübdə x-imiz müsbət, y-imiz mənfidir. Qeyd olunur. Asan sadə. O y oxuna nəzərən simmetrik. Mənfi x mənfi y nəzərən simmetrik. Gələcək hara? O y oxuna nəzərən gələcək bura. Artıq x-imiz mənfi olacaq, y-imiz müsbət olacaq. Y bərabərdir x düz xəttinə nəzərən. Y bərabərdir x düz xəttinə nəzərən. Y bərabərdir x düz xəttinə nəzərən simmetrik olanda baxın, adı çəkilən qalır. Yəni x ilə y-in yeri dəyişir. X-in yerinə x ilə y-in yeri dəyişir, y x olur. Məsələn, nöqtəmiz haradır? Buradır. Buradan bir dənə mən düz xət çəksəm, ona nəzərən simmetrik olsa, bir dənə düz xət çəksəm, ona nəzərən simmetrik olsa, nə edəcək? Yerləri dəyişəcək. X, y-ə nəzərən, düz xətlə nəzərən simmetrik olanda mənfi x, y yenə. Bu səfər hamısı mənfi olacaq, mənfi y, mənfi x olacaq. Bunların hamısını sizə daha yaxşı şəkildə izah edəcəm. Necə deyim, suallar, misallar üzərində daha yaxşı yadda saxlaya bilərsiniz. X, y nöqtəsi x bərabərdir A düz xəttinə nəzərən simmetrik olanda 2A çıxılsın x, y nöqtəsinə nəzərən simmetrik olur. Y bərabərdir B nöqtəsinə olanda yenə x olduğu kimi qalır. 2B çıxılsın y olur. C bərabərdir AB nöqtəsinə nəzərən simmetrik olanda 2A çıxılsın x, 2B çıxılsın y nöqtəsinə nəzərən nə olur? Simmetrik olur. Sonra burada əlavə bir şey var ki, müstəvi üzərində həndəsə figurların simmetri yoxları və simmetri mərkəzləri. Sizə nəzərə olaraq bu suallar düşə bilər. Paralelogramın simmetri mərkəzi var, simmetri yoxu yox. Simmetri yoxu nədir? Yəni biz onun tərəfindən keçirəndə figurumuz simmetriyə tabe olsun. Yəni paralelogramın, baxın, paralelogramdan mən simmetri yoxu keçirəndə bura ilə bura eynidir, eyni deyil. Yəni ona görə deyir ki, amma simmetri mərkəzimiz var. Simmetri mərkəzimiz var. Diagonalların falan kəsişdiyi nöqtə sayılır elə o da. Deyir ki, yəni simmetriya mərkəzi var, amma simmetriya oxları nədir? Yoxdur. Səfir bax. Simmetriya mərkəzi var, simmetriya oxları yoxdur. Rombun 2 simmetriya oxu var. Romb bizim qaydamıza tabedir, amma onun simmetriya oxları onun diagonallarıdır. Baxın, onun diagonalları onun nə idi? Simmetriya oxları. Düzbucaqlının da 2 simmetriya oxu var. Düzbucaqlının simmetriya oxu tərəflərinin orta perpendikulyarlardır. Yəni tərəfin ortasından keçir. Artıq burada şərt dəyişir. Yəni onun diagonalları onun qəti abad çəkərsiniz. Diagonalları onun simmetri oxları deyil. Sadəcə tərəflərinin orta perpendikulyarları da onun simmetri oxları. Nə edir? Simmetri oxdur. Kvadratın 4 simmetri oxu var. Artıq kvadratın həm tərəflərinin orta perpendikulyarları, həm də diagonalları onun nədir? Simmetri oxlardır. Bərabər tərəfli düzbucağın 3 simmetri oxu var. Amma simmetri mərkəzi nədir? Yoxdur. Bərabər yanlı düzbucağın 1 simmetri oxu var. Bərabər yanlı trapesiyanın 1 simmetri oxu var. Bunlar simmetri mərkəzləri yox. Çevrə və dairənin mərkəz nöqtəsi simmetriya mərkəzidir. Sonsuz sayda nə var? Simmetriya oxu var. Bunlar da nəzərə olaraq bilin, yadda saxlayın ki, tətbiq eləməyiniz asan olsun. Nəzəri suallarda qarşınıza çıxa bilər. Dərs 23 vektorlar olacaq. Bu qədər idi. Ümid edirəm sizə izah edə bilirəm, başa sala bilirəm. Yormadan, asan şəkildə başa düşə bilirsə, mənim üçün nə xoşdur. Dərs 23 vektorlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.